Quran-ı-Kərimin ayələrinə nəzər salanda görürük ki, Allah dinin asanlığı mövzusunda danışır və bunu bir qayda olaraq bizə təqdim edir ki, Allahın işi insanlar üçün göndərdiyi dini asanlaşdırmaqdır, getdiyi yolu asan tutmaqdır. Allah insana vüsət verir. Allah insanı böyüdür, insanın ruhiyyəsini genişləndirir. Allah hər bir insanı hidayət etmək istəsə, onun sinəsini İslam üçün genişləndirər. Hər kəsin ki, zəlalətin istəsə, buyurur onun qəlbini, onun sinəsini darlaşdırar. Həzrəti Peyğəmbər barəsində Allah buyurur ki, Peyğəmbər sənin sinəni genişləndirmədiyimi və səndən yükü götürmədiyimi, hansı ki az qalırdı sənin kürəyini sındıra. Quran-ı Kərimdə bir ayə var, buyurur, əgər siz şükr etsəz, sizi artıraram. Şükr etdiyiniz şeyi artıraram, yox ha, sizin özünüzü artıraram. Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər. Mövzumuz Quranda qaydalar barəsindədir. Quran-ı Kərimin ayələrinə nəzər salanda görürük ki, Allah dinin asanlığı mövzusunda danışır və bunu bir qayda olaraq bizə təqdim edir ki, Allahın işi insanlar üçün göndərdiyi dini asanlaşdırmaqdır, getdiyi yolu asan tutmaqdır. Bugünkü söhbətimizdə asanlaşdırmağın yollarından birini sizə qeyd edəcəyik. O da bundan ibarətdir ki, Allah insana vüsət verir. Allah insanı böyüdür və insanın ruhiyyəsini genişləndirir. Bir insana ağır bir işi tapşıranda əvvəlcə insanı ona hazırlayırlar və hazırlayandan sonra həmin işi insana tapşırırlar. Əgər insanın ruhiyyəsini, insanın ruhunu, psixologiyasını həmin o tapşıracağın ağır işə hazırlamış olsan, bəli, bu o zaman həmin ağır işin öhdəsindən gələcək və hətta onu sevinə-sevinə, böyük şövqlə yerinə yetirmiş olacaq. Amma yox, əgər insanı psixoloji və ruhiyyəvi nöqteyi nəzərdən hazırlamasan və ona elə bir balaca işdə, asan bir işdə tapşırsan, o görürsən ki, onu ya yerinə yetirməyəcək, ya deynə-deynə yerinə yetirəcək və baxacaqsan ki, həmin iş ona mahiyyət etibarı ilə asan olsa da çox çətin gəldi. Allah insanın vüsətin, insanın ruhiyyəsini daha geniş edib. Quran-ı Kərimdə bir ayə var və bu barədə biz danışdıq, düzdür, həmin ayəni qeyd edərək. Yenə də sözümüzün əvvəlində həmin ayəyə istinad edilib bu mövzunu davam etdiririk ki, La yükəllifullahu nəfsən illa vus'aha. Allah insana öz tutumundan artıq bir şey tapşırmır. Allah insana əgər nə tapşırırsa, insanın vüsətin nəzərə alır, tutumun zərfiyyətin nəzərə alır. Allah Quran-ı Kərimdə Ən'am surəsinin 125-ci ayəsində insanlar üçün hidayət etmək istədiyi, insanlar üçün bir iş görməsi barəsində danışır. Ki, əgər Allah birini hidayət etmək istəsə, ona İslamı, imanı yaşatmaq istəsə və insan müsəlman, mömin olsa ki, İslamın və imanın da dərəcələri var və o dərəcələrə, yüksək dərəcələrə gedib çatmaqdan ötürü Allah həmin bu insan üçün nə iş görür? Belə deyil ki, Allah elə sırf əmr versin, qadağa qoysun, nə isə vacib eləsin, insana nə isə tapşırsın, xeyr. Allah tapşıranda və yaxud da tapşırmamışdan qabaq bir işi insan üçün həmin bax bu işi görür. Ən'am surəsi 125-ci ayədə buyurur, فَمَنْ يُرِدِ اللّٰهِ أَنْ يَهْدِيَهُ يَشْرَحْ صَدْرَهُ لِلْإِسْلَامِ. Ayənin davamı da var ki, وَمَنْ يُرِدْ أَنْ يُضِلَّهُ يَجْعَلْ لَهُ ضَيِّقًا. Allah hər bir insanı hidayət etmək istəsə, onun sinəsini İslam üçün genişləndirər. Hər kəsin ki, zəlalətin istəsə, əlbəttə burada istək, Allah birbaşa ibtidada belə bir istəyi istəməz. Ümumi hidayət var, xüsusi hidayət var və ibtidai zəlalət var, cəza olaraq verilən zəlalət var. İbtidai zəlaləti Allah heç kəsə verməyib. Allah əvvəldən heç kəsi zəlalətə salmayıb. Heç bu istəkdə də deyil.
Amma kiməsə cəza olaraq zəlaləti verə bilər. Yəni, o zəlalət onun bir növ elə bil cəzasıdır. Küfrünün, zülmünün, şirkinin, günahlarının, fitrəsinin, fəsadının cəzası nədir? Zəlalətdir, yəni hidayətdən məhrum olmaq. Allah buyurur ki, hər kəsin ki, Allah zəlalətini istəsə, yəni cəza olaraq ona zəlalət verib hidayətdən məhrum eləmək istəsə, onun üçün nə iş görər? Buyurur, onun qəlbini, onun sinəsini darlaşdırar. Amma bir insanın hidayətini istəsə, onun qəlbini genişləndirər və İslam üçün onun sinəsini açar. İslamı, imanı qəbul etməkdən ötürü. Yəni, bir sözlə desək, Allah insanın tutumun böyüdər. Quran-ı Kərimə baxanda görürük ki, belə bir istəyi Həzrəti Musa Peyğəmbər Allahdan istəyib. Ki, Rabbiş rəhli sadri və yəssirli əmri. İlahi, mənim pərverdigarım, mənim Rəbbim, mənim sinəmi aç. O zaman ki, Allah Həzrəti Musa Peyğəmbərə əmr elədi ki, Fir'ona tərəf get və onu haqqa, həqiqətə dəvət elə. Həzrəti Musa Peyğəmbərin Allahdan bir neçə istəyi oldu ki, biri də budur. Rabbiş rəhli sadri, ilahi, mənim üçün mənim sinəmi aç, yəni tutumumu böyüt. Və yəssirli əmri, işimi mənim üçün asanlaşdır. Sinəmi aç, tutumumu böyüt və işimi asanlaşdır. Bax, bu ikisinin arasında bir əlaqə var. Necə ki, Həzrəti Peyğəmbər barəsində Allah buyurur ki, Ələm nəşrəh ləkə sadrək və vədə'na ənkə vizrək əlləzi ənqəvə zəhrək. Peyğəmbər, sənin sinəni genişləndirmədiyimi və səndən yükü götürmədiyimi, hansı ki az qalırdı sənin belini, kürəyini sındıra. Allah insan üçün işi asanlaşdırır. Necə asanlaşdırır? Ola bilər ki, iş mahiyyət etibarı ilə çox çətindir, asan bir iş deyil, ağır bir işdir. Məsələn, Firon kimi bir insanı gedib haqqa, həqiqətə dəvət eləmək asan bir işdir. O cür bir insanın yanında haqq sözü demək asan bir işdir. Çünki bunun çox böyük təhlükələri var Həzrəti Musa Peyğəmbər üçün. Həzrəti Əli əleyhissalam buyurur ki, ən böyük cihad zülümkarın qarşısında haqq sözü deməkdir. Həqiqətən də insan çox şeyləri gətirir gözünün qabağına ki, nələr ola bilər. Yəni, söhbət adi bir insana sadə bir sözü çatdırmaqdan getmir. Özünü Tanrı hesab eləyən, Firon kimi böyük bir qüdrət sahibinin, indi zahirdə qüdrət sahibinin qarşısına çıxmaq və ona demək ki, sən düz etmirsən, sən düz yolda deyilsən və düz yol budur. Hansı ki, Həzrəti Musa Peyğəmbərin də elə gücü yox, qüdrəti yox, ordusu yox, zahirdə heç nəyi yox. Yəni, hər şeyi olan birisinin qarşısına çox zəif bir insan tək tənha çıxa, onu haqqa dəvət eləyə, bundan ağır bir şey yoxdur. Ona görə də Həzrəti Musa Peyğəmbər Allahdan istəyir ki, mənim tutumumu böyüt. Mən orada səbir göstərə bilim, dözüm göstərə bilim, yəni baş verəcək hansısa bir hadisə məni özümdən çıxartmasın, hədəfimdən, niyyətimdən uzaqlaşdırmasın. Ola bilər bir insan xoş bir məqsədlə meydana atıla, hansısa bir hədəfi, belə deyək, təqib eləyə, amma yarıda özündən çıxa və həmin insana müəyyən maniyələr onu yolundan döndərməyə çalışa və insan görərsən ki, əvvəldə hansı məqsədlə ki, məqsədi də çox xoş idi, gözəl idi, meydana atılmışdı, görsən artıq yarıda və yaxud da işin elə biraz başlanğıcında o adam o məqsəddən döndü. Yəni, başladı nəfsinə, hirsinə, qəzəbinə, tamahına, qorxusuna, hissinə qapanıb, o məqsəd ki var idi qarşısında, o məqsəddən artıq döndü. Ona görə Həzrəti Musa Peyğəmbər deyir ki, mənim sinəmi böyük tutumumu artır ki, bu ağır işin öhdəsindən gələ bilim. Peyğəmbərə də Allah buyurur ki, biz sənin işini asanlaşdırdıq, bir növ ağır iş tapşırsaq da işini asanlaşdırdıq.
Məsələn, bir adam sual verə bilər ki, siz deyirsiniz, din asandır, amma biz baxırıq, görürük ki, dinin adamlarının işi çox çətin olub axı. Onlara əziyyət veriblər, onlar hansı məşəqqətlərə qatlanıblar. Necə din asandır, hansı ki, bu dini yaşayanlar, bu dini təbliğ eləyənlər, bu dini yaşadanlar böyük-böyük əziyyətlər və zəhmətlərə, məşəqqətlərə qatlaşıblar. Onlar üçün çox ağır olub, heç də sadə olmayıb, asan da olmayıb. Bəli, biz qəbul edirik. Quran-ı Kərim də bunu, hətta Peyğəmbər Allah buyurur ki, Taha və ma ənzəlnə aleykəl Qur'anə litəşqa. Peyğəmbər, biz sənə Qur'anı nazil etmədik ki, bu qədər məşəqqətlərə düşəsən. Yəni, görünür ki, Peyğəmbər Qur'anı insanlara, həqiqəti insanlara çatdırıb insanların hidayəti üçün nə qədər zəhmətlər çəkirdi. Asanlıqdan siz danışırsınızsa, Qur'an asanlıq qaydasından danışırsa, biz baxırıq, görürük, dini gətirənlərin özü dində nə qədər məşəqqətlərə qatlaşıblar. Bəs onlar üçün necə asan olub məsələ? Bəli, Allah onlar üçün məsələni bu cür asanlaşdırıb. Düzdür, mahiyyət etibarilə tapşırıq çox ağır tapşırıqdır. Məsələn, Peyğəmbərimizin bir sözü var ki, məni Quran-ı Kərimdə bir ayə var, qocaltdı. Və yaxud da Hud surəsi barəsində deyirlər ki, həmin ayədə Hud surəsindədir, şəyyəbətni surətu Hud. Hud surəsi məni qocaltdı. Necə ki, Allah buyurdu, mənə fəstəqim kəma umirtə, möhkəm dayan, necə ki, sənə əmr olunub. Sənə əmr olunan kimi möhkəm yerində, mövqeyində, əqidəndə dayan. Ki, Peyğəmbərin də biz möhkəm dayanmağının tarixində şahidi olmuşuq. Amma sözümüz buradadır ki, Allah onun üçün necə asanlaşdırdı? Dindar üçün, mömin üçün necə asanlaşdırır? Axı, dinin ağır-ağır tapşırıqları var, cihad kimi və başqa əmirlər kimi Allah insanın tutumunu artırır. Məsələn, Quran-ı Kərimdə bir ayə var, buyurur, لَاِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ Əgər siz şükr etsəz, sizi artıraram. Şükr etdiyiniz şeyi artıraram, yox ha, sizin özünüzü artıraram. Deməli, şükür insanın böyüməsinə səbəb olur. İnsan mənən böyüyür, insan mənən yüksəlir, mənəviyyatında artım gedir, zənginləşmə gedir və bu böyümə, bu artma səbəb olur ki, həmin Allah tərəfindən gələn mahiyyət etibarı ilə ağır işlər insan üçün asan olsun və o qədər asan olsun ki, Allah eşqi ilə insan onu sevə-sevə, sevinə-sevinə yerinə yetirsin. Bax, Peyğəmbərlər üçün Allah işi bu cür asanlaşdırır, möminlər üçün, öz dostları üçün Allah bu cür işi asanlaşdırır. Yəni, ona asan tapşırıq vermir. Bizim kiməsə yazığımız gələr, ona asan tapşırıq verərik. Məsələn, görərik ki, bir adamın yükü çox ağırdır, apara bilmir. Yükü ondan alarıq. Allah öz dostlarından yükü almır. Yükü almır. Əksinə, yükü verir. Nübüvvət yükü, risalət yükü, imamət yükü. Məsələn, Quran-ı Kərimdə Allah buyurur ki, İnna sənulqi aleykə qavlən fəqila. Sənə ağır bir sözü, ya Peyğəmbər, ilqa elədik, verdik. Ağır bir söz. Quran-ı Kərimin hər bir sözü qavlən fəqiladır. Yəni, çox-çox ağır bir sözdür. Yəni, bu ağır sözü, ağır yükü Allah Peyğəmbərə verir. Belə deyil ki, Peyğəmbər yükü apara bilməyəndə Allah alsın ondan. Əksinə Allah Peyğəmbəri yüklüyür. Bizi kimi deyil, dediyim kimi. Görəndə ki, biri çox ağır bir yük aparır, alarıq ondan. Və yaxud da onun yükün asanlaşdırarıq, deyərik ki, ona məsələn, bu qədər yox, bu qədər verin. Bilirik ki, o bunu çəkə bilməyəcək. Amma Allah bu cür eləmir. Elə hey öz dostlarını, möminləri, dindarları, dini hökmlərlə, ilahi tapşırıqlarla neynir? Yüklüyür. Yaxşı, bunun harası asan oldu? Bunun burası asan oldu ki, yükləmə prosesində bir işdə gedir. Ya paralel olaraq, ya da əvvəlcədən. Allah neynir? İnsanın tutumun böyüdür. İnsanın tutumu böyüyəndən sonra, bəli, rahat hər şeyi qəbul eləyəcək. İnsan böyük olandan sonra, görsən, insan kiçik olanda çox şeyi qəbul eləmir. İnsanın mədəsi də bu cürdür. Balaca uşaq olanda görsən, ağır-ağır yeməkləri yeyə bilmir. Amma insan böyüyəndən sonra o ağır kalorili yeməkləri rahat qəbul eləyir və həzm də eləyir. Amma balaca uşağa, bir neçə aylıq uşağa süddən başqa bir şey verməzlər.
Və get-gedə insan böyüdükcə onun qəbul edəcəyi qida da nə olur? Böyüyür. Allah da bu cür insanın mənəviyyatını böyütmədən insana ağır tapşırıqlar verməz. Və biz baxıb görürük ki, Allah Peyğəmbəri rəhmətən lil aləmin göndərib dünyaya. Və mə ərsəlnəkə illə rəhmətən lil aləmin. Həmin o ağır sözü Peyğəmbər alır, paylayır insanlara. O ağır söz ki, o ağır sözə tab gətirmək həqiqətən də adi insan üçün dözülməzdir. Baxın, elə möhkəm qayalıqlar var ki, dənizin, dəryanın kənarında dənizin böyük-böyük dalğaları gəlir ona elə çırpılır, amma o yerində qalıb. Qayaya dəniz dalğası o cür əzəmətdə, o cür qüdrətdə çırpılır, həmin o qayaya bir şey eləyə bilmir. Əksinə, qaya onda təsir qoyur. Həmin o güclü dalğanın, belə deyək, o gücünü döndərir toz şəklinə, damcı şəklində təzədən aram-aram, yavaş-yavaş düşür elə dənizin suyun içinə, həmin o dalğanın suları. Peyğəmbər çox əzəmətli bir insandır. Həmin o qovlən səqila, həmin o Qur'an, həmin o dalğa, həmin o güc Peyğəmbərə gəlir, Peyğəmbər onu rahat qəbul edir və onu paylayır bütün insanlara. Peyğəmbərin rəhmətinin gücüdür, şəxsiyyətinin gücüdür. Yəni o qovlən səqila Peyğəmbərdə bir təsir qoymur. Peyğəmbər əksinə onu aram həzm edir və onu rahatlıqla bütün bəşəriyyətə ötürür ki, bu da Peyğəmbərin rəhmət mənbəyi olmağından xəbər verir. Və Allah dini insanın tutumunu böyütməklə, insanın ruhiyyəsini böyütməklə, psixologiyasını böyütməklə, məsələn, insan o qədər cılız fikirləşir, nəticədə asan bir işi yerinə yetirə bilmir. Elə hey özünə təlqin eləyir ki, mən eləyə bilməyəcəm, görsən ki, həqiqətən də eləyə bilmədi. Amma insan özünə təlqin eləsə ki, mən bacararam, mən eləyərəm, görərsən ki, həmin insan özünə təlqinin nəticəsində Allah onun tutumunu böyütdü və nəticədə həmin o işi yerinə yetirdi və yerinə yetirəndən də sonra öyrənirsən, deyir ki, mən heç belə bilməzdim, mən elə bilirdim, çox ağırdır, amma sən demə, necə ki, dinə gəlməyənlər, bax, əvvəl bu cür dini başa düşürlər, amma gələndən sonra görürlər ki, xeyr, doğrudan da çox asandır. Niyə? Çünki dinə gəlmək həmən insanın o tutumu artır və Quran-ı Kərim də ona görə buyurur ki, وَاسْتَعِينُوا بِالصَّبْرِ وَالصَّلَاةِ səbirdən və namazdan kömək alın. Allah inşallah hər birimizə kömək olsun, Peyğəmbər və əhl-i beyti ilə dünya və axirət məhşur olasınız. Vəssalamu aleykum və rəhmətullah.